Bir qardaş Əlixanın ziyarətlərini paylaşan qardaşa irad tutur ki, bundansa elm öyrən. Deyir ki, qamət qardaş dünya malına görə bunu edir, boş şeylərdir, bu cür şeylərə fikir vermə. Belə halda nə nəsihət edərdiniz? Ümumiyyətlə, bidətçiyə rədd eləmək, azmışa rədd eləmək o da elmdir. Elmin bir hissəsidir. Onlar səhv başa düşürlər, səhv başa salıblar onları. Bidətçidən çəkindirmək, zahir olan bidətçi təhlükəlidən, sələfi donu altında, sənəfi özün göstərməklə azdırmaq, xavaric mənhəcin, ixvan mənhəcin təbliğ eləmək, hələ heç mümeyyilərdən danışırmaq, onu təbliğ eləyəndən çəkindirmək, bilməyən adamı xəbərdarlıq eləmək, bu özü elmdir. Və ən əfzəl elmlərdəndir. Xüsusən də indi, yəni adam çıxıb əgər azdırırsa, mən heç nə deməyim, deyim, yox, mən gedirəm Quran-Kərim oxumağa. Oxu Quran-Kərim. Onlar səhv başa düşüblər. Onları deyəndə ki, məsələn, filan azmışlar var. Deyir, məsələn, danışır, get Quran oxu. Oxuyuram, yaxşı oxudum da, 24 saat Quran oxuyuram. Yox, oxu, günün bir hissəsini Quran oxu. Heç kəs sənə demir Quran oxuma. Səhv başa düşüblər. Heç kəs sənə demir. Heç kəs sənə demir 24 saat otur, danış ki, nədənsə, kimlərdənsə. O da düzgündür. Mümkün deyil əslən. Quran da oxu, zikr də elə, namazları qıl, ibadətləri belə. Bu da daha doğrusu elmin bir hissəsidir. Yəni onlar mütləq şəkildə yanaşırlar. Yox, Quran oxuyucu. Oxu da Quran. Biri də orada azdırır. Sən də burada Quran oxusan və bilirsən o azmışdır. Susursan, o birisilə deyir, qulaq asırlar, deyirlər, dəhşətdir, dəhşət.